Qıcıqlanırsan, çox şən, özündən razı, fikirlərini rahat ifadə edən, istədiyini geyinə bilən, çox gəzən, hər şəkildə öz fikrini ifadə edən insanları görəndə qıcıqlanırsan. Bunun səbəbi əslində onu bəyənməmək, onda bir səhv axtarmaq, onun səhvləri deyil. Bunun səbəbi əslində bir dənə əlinizə güzgü götürüb baxsaq görəcəksiniz ki, siz özünüzsüz. Onlar bizim içimizdə ifadə edə bilmədiyimiz, o boğub bastırdığımız hisslərin ifadəçisidir. Və biz onları gördüyümüz zaman özümüzə haqsızlıq elədiyimiz tərəflərimiz yadımıza düşür. O içimizdəki azadlığa meyilli tərəfimiz, o içimizdəki şən tərəfimizi xatırlayırıq. O içimizdəki sözünü demək istəyən cəsarətli tərəfimizi görürük. Amma boğub saxladığımız üçün özümüzə çox əsəbləşirik. Dolayısıyla əslində qarşınızda gördüyünüz adama qıcıqlanmırsınız siz. Siz elə birbaşa özünüzə qıcıqlanırsınız. Bəs həll yolu nədir? Həll yolu isə çox asan və çox sadədir. Əslində sən özündən üzləşməyi seçməlisən. Özünə və içindəki boğub saxladığın hisslərini ifadə eləməyi və tanımağı seçməlisən. Bəlkə də bunun ən yaxşı həll yolu elə qıcıqlandığın adamın özü ilə ünsiyyətə girməkdir və onunla danışmağı bacarmaqdır.